Bakı metrosunda sərnişinin halı pisləşib. Hadisə metropolitenin 28 may stansiyasında qeydə alınıb. Məlumata görə orta yaşlı bir qadın sərnişinin halı qəfil pisləşib. Hadisə nəticəsində ətrafdakı sərnişinlər və stansiya əməkdaşları ona ilkin yardım göstəriblər. Onun vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb. Xəbər verdiyimiz kimi sabiq Səhiyyə naziri Oqtay Şirəliyev bugün 75 yaşında Xəzər rayonunun Şüvalan qəsəbəsindəki yaşadığı evdə dünyasına dəyişib. Təbibdən bildirilib ki, oktyabrın 3-ü saat 17:30 radələrində Respublika təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə müraciət daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkimə qədər ölüm faktı qeydə alınıb.